Salam dəyərli həmvətənlər, hər birinizi xoş gördük. Qərbi Azərbaycan icmasına ermənilər qədər, bəlkə də ermənilərdən betər kələk gələn Azərbaycan mafiyası barəsində söhbət açacağıq. Bu günlərdə Azərbaycanlıların Qərbi Azərbaycan barəsində çox danışması, oradan qovulan həmvətənlərimizin geri qayıtması barədə çoxlu konfransların, söhbətlərin, müzakirələrin getdiyi zamanda belə bir mövzuya müraciət etmək təəccüblü görünə bilər. Həqiqətən təəccüblüdür, amma həm də təəssüf doğuracaq haldır. Amma bunun baiskarı Natiq Ədilov və yaxud da siz deyilsiniz. Bu, Azərbaycandakı hökm sürən özbaşınalığın, hüquqsuzluğun bir nəticəsidir ki, bu barədə mütləq danışmaq lazımdır. Kimdir bu mafiya və onların əməlləri nədən ibarətdir? Mövzumuz biraz uzaqdan başlayacaq. Ermənistanla Azərbaycan arasında münaqişə başlayanda bildiyiniz kimi oradan bizim həmvətənlər kütləvi şəkildə çıxarılmağa başladı. Son çıxarılan kənd isə Nüvədi kəndi oldu. Bu kənd öz əzmkarlığına, mübarizəsinə görə simvollaşmış cəmaatlardandır. Axıra qədər öz mübarizələrini apardılar, dirəşdilər, lakin onlar da öz dədə-baba torpaqlarından çıxarılıb Azərbaycanın müxtəlif yerlərinə səpələndilər. Bu prosesdən sonra kənd əhalisi belə bir qərara gəldi ki, dövlətə müraciət etsinlər ki, kompakt yaşamaları üçün, bir yerdə cəmlənmələri üçün onlara ərazi ayrılsın. Bu müraciətə müsbət yanaşıldı. Elə Heydər Əliyevin zamanında, səhv eləmirəmsə 94-cü ildə kəndlilərin bir yerdə yaşaması üçün Pirəşkür ərazisində onlara 2157 hektar torpaq ayrılır. Eyni zamanda o zamanın pulu ilə böyük miqdarda 3 milyon manat subsidiya verilir. Amma torpağın, o pulun müqəddəratı necə olur? Sual burada yaranır. Çətinlik burada yaranır. Necə həll olunur bu məsələ? Sırf Azərbaycan sayağı. Yəni bir ailə bütün o torpaqları və pulu mənimsəyir, özününküləşdirir. O ailə Əliyev ailəsidir. Biz bu mafiyadan danışacağıq. Amma məsələni çaşdırmayın. Bu Əliyev ailəsi bizim tanıdığımız o məşhur Əliyev ailəsindən deyil, amma bu iki ailə arasında və bu qamarlama prosesində Hakim Əliyev ailəsinin də izni biz görmüş olacağıq. Bu Əliyev ailəsinin rəhbəri, ağsaqqalı Nüvədi kəndində bir zamanlar məktəb direktoru olmuş Cəlal olub, Cəlal kişi. Cəlal Əliyevin bu mistik gücü, öz kəndlilərin torpağını qamarlama imkanı məhz Əliyev ailəsi ilə bağlılığındadır. Talib elə gətirib ki, o Heydər Əliyevin qardaşı Aqil Əliyevlə tələbə yoldaşı olub. Dübarə MTN Eldar Mahmudovun dədəsi də həmin bu Cəlal kişi ilə tələbə yoldaşı olub və bu iki faktor kifayət edib ki, Cəlal Əliyev həyatının sonraki mərhələlərində açılmayan qapıları çox asanlıqla açsın. Hətta qanunsuz işləri də bu dostları vasitəsilə həyata keçirilsin. Deməli, əhaliniyə ayrılan torpağın qamarlanmasının təməli Cəlal Əliyev tərəfindən atılıb, bu ailənin, bu mafiyanın ağsaqqalı. Lakin ömür ona vəfa etməyib, o hazırda həyatda yoxdur ki, öz layiqli davamçıları, ailə üzvləri başa çatdırıb. Bu ailənin üzvləri bütün o 2000-dən hektardan artıq torpağı öz adlarına rəsmiləşdirib. Kimlər də olar? Onların siyasını tutmuşam, bir-bir sizin üçün də oxuyam, sonra məsələnin digər tərəflərinə toxunaq. Ailənin bir üzvü Qoşqar Əliyevdir. Qoşqar Əliyev hal-hazırda Azərbaycan Tibb Universitetində Fəlsəfə kafedrasının müdürüdür. Bu o kafedradır ki, ora rəhbərliyi Heydər Əliyevin qardaşı adını çəkdiyimiz Aqil bir zamanlar rəhbərlik edirdi. Aqildən sonra da vərəsəli ilə öz dostunun oğluna o kafedra peşkəş olunub. Torpağın bir hissəsi də ailənin üzvü Nüşabə Əliyevanın adına rəsmiləşib. Nüşabə Əliyeva heç yerdə işləmir. Onun barəsində informasiyalar qıtdır. Digər ailənin üzvü isə Müşfiq Əliyevdir. Müşfiq Əliyev Aqil Əliyevin oğlu İlqarla öz qardaşı Cəlalın bir tikinti şirkəti olub, onun idarə etməsi ilə məşğul olub, ona rəhbərlik eləyib və hal-hazırda Bakı Dövlət Universitetinin Riyaziyyat kafedrasında müəllim kimi çalışır. Bizim balalarımıza elm, təhsil öyrədir bu mafyoz. Sultanəli Əliyev, onun da adına bu torpaqlardan xeyli hissə
özününkiləşdirilib. Rəsmi fəaliyyəti haqqında məndə bir məlumat yoxdur. Öyrənərsəmsə onu növbəti proqramda sizin üçün açıqlayaram və ən nəhayət hal-hazırda bu mafiyanın xaç atası sayıla biləcəyimiz şəxs Əbülfəz Cəlaloğlu Əliyevdir. Əbülfəz KK5-nikdir. Eldar Mahmudovun zamanında o Ağstafa, Samux və Zəngilan şöbələrində MTN-ə rəislik eləyib. Sonra böyük çepeləri üzə çıxıb Eldar Mahmudov onu xilas edilməkdən ötürü deyib ki, sənin işin burada çox fırıqdır, ona görə buradan gözdən itməlisən və o öz ərizəsi ilə oradan uzaqlaşdırılıb və hal-hazırda bu mafiyanın ayaqda qalmasına, nüvədlilərin o torpaqda əldə etməsinə ən ciddi maneələrdən biridir. Nüvədlilər bu torpaqdan çox uzun müddət xəbərsiz qalıblar. Çox sonra 2001-ci ilin fevral ayında xəbər tutublar. Bu da belə baş verib ki, elə kəndin hesabdarı olmuş, kolxozda hesabdarı olmuş İsmail Əliyev Facebookunda bu barədə status yazır və kəndlilərinə müraciət edir ki, ay cəmaət, indi hamınız həvəslənibsiz Qərbi Azərbaycandakı Dədə-Baba yurdunuza qayıtmağa, bu çox gözəl. Amma bizə ayrılan torpaqdan xəbəriniz varmı? Hardadır o? Və beləliklə cəmaət arasına çaxnaşma düşüb, cəmaət maraqlanıb, torpaqdan pay olmaz deyərək öz torpaqlarının geri qaytarılması üçün təşkilatlanıblar, müzakirələr başlayıblar və 170 kənd sakininin imzası ilə Abşeron rayon polis şöbəsinə müraciət ediblər ki, Qoşqar Əliyevin əməlləri araşdırılsın, o torpaq, haqları olan torpaq onlara qaytarılsın. Qoşqar Əliyev bu müraciət əsasında Abşeron rayon polis idarəsinə aparılır. Orada həm öz nüfuzunun zədələnməsindən, həm də böyük problemlərə tuş gəlməməsi üçün kompromisə gəlir. İstər polisə, istərsə də kənd cəmaatına, o şikayətçilərə vəd verir ki, razılığa gəlirik, o torpağın müəyyən bir hissəsi əhaliyə paylanacaq. Bu xəbər kənd insanlarında sevinclə qarşılaşır. Məndə çoxlu faktlar, səs yazıları da var ki, hamı bir-birini tərifləyir ki, nəhayət Qoşqar, bu ailə daşı ətəklərindən töküb və torpaqlar bu gün sabah bizə qaytarılacaq. Amma bu Qoşqar Əliyev və Əliyev ailəsi tərəfindən bir hiylə, bir metod olub zaman udmaq üçün bu gün sabah deyərək prosesi uzadıblar və bu müddətdə də onlar müxtəlif vasitələrlə torpağını tələb edən kəndliləri susturmağa, sıradan çıxarmağa çalışıblar. Səs yazıları var, onları sizə təqdim edəcəm. Əbülfəz Əliyev, bu MTN-şik, öz köhnə müdiri Eldar Mahmudovun metodlarından istifadə edərək deyir ki, bunlara saxta dollar verərək, nömrələnmiş dollar verək, kim ki o torpaqların tələb eləyir və onları ilişdirək. Belə bir çirkin şantaj metodu. Digərlərində qorxutmaqla, müxtəlif vasitələrlə təsirdən çıxartmağa çalışıblar ki, əhali öz dövlətin onlara verdiyi torpağı tələb eləməsin. 3 qrupa qarşı bu işə görə öz torpaqlarını istəyən adamlara məhkəmə işi açılıb. Onların sayı 23-dür. Bu gün də onların məhkəmə prosesi bəzilərinin gedir. Təsəvvür eləyin, əhali həvəslənmişdi, ümidlənmişdi ki, bu gün sabah nəhayət 30 ildən sonra torpaqları əllərinə qayıdacaq, Azərbaycanda verilən torpaqları. Bu gün indi o adamların qayğısı Qoşqar Əliyev və bu Əliyev ailəsinin növbəti cəzasından canlarını necə xilas etmək barəsində. Çünki məhkəmələr vasitəsilə, müxtəlif şantaj, təhdidlər vasitəsilə nüvədi cəmaatının üzərinə geniş miqyaslı hücum başlayıb və bu hücumu həyata keçirmək üçün, əhalini susturmaq üçün, ram etmək üçün Əliyevlər başqa insanlardan da istifadə edir. Onların ikisi barəsində mən xüsusilə danışmaq istəyirəm. Bunun biri, bir zamanlar Bakı Dövlət Universitetinin hüquq fakültəsində dekan işləmiş, hüquq, Azərbaycan balalarına hüquq öyrətməli olan şəxs bu gün nüvədlilərin hüququnun tapdalanmasında ciddi rol oynayır. Bu Əmir Əliyevdir. Əmir Əliyev hal-hazırda Vəkillər Kollegiyasının hansısa tədris şöbəsi, nə bilim, nə zibildir, ora rəhbərlik eləyir. Və əlində olan səlahiyyətlərdən, imkanlardan istifadə edib, həm bu iş üzrə çıxan vəkillərə təzyiq göstərir, həm də müxtəlif məhkəmələrə təzyiq təhdid edir ki, nüvədlilərin əleyhinə qərarlar çıxarılsın. Bunu təsdiq edən çoxlu faktlarımız var. İkinci şəxs də maraqlıdır. Bu Azərbaycan ictimaiyyətinə bəlli olan bir şəxsdir. Özü nüvədən olan, bir zamanlar yapın deputatı olmuş, icra başçısı olmuş, hal-hazırda da Nərmanov rayonunda seçki komissiyasına rəhbərlik edən Musa Musayevdir. Musa Musayevin çoxlu səs yazıları var, başqa faktlar var, videolar var ki,
o öz kəndlilərinə, öz haqqını tələb edən kəndlilərə necə kələk gəlir, hiylə gəlir, ələ almaq istəyir ki, bu fikrinizdən kənara durun, uzaqlaşın, haqqınızı tələb etməyin. Bax, Filan kəs də mən deyirəm də, sən eşidirsən, bunların bu rəhmətli Aqil Əliyevlə bilirsən də, bunların İlqarla zadına. Bəli. Başa düşdü. İndi mən orasını demirdim də, indi onların adını hallandırmırdım. Bax, Əzim ilə danış, ilk gündən mən Əzimə dedim, o deyirlər ki, nə bilim, rayonlarda, onların hamısı onlarındır. Sadəcə bunlarla münasibət sən bilirsən də, onların hamısının Riyad firması bunlardır. Sadəcə bunların da adını götürüblər. O torpaq dağıcı günə qalıb heç bir şeydə Aqil mənim rəhmətli öldü, getdi. İlqar da xəstədir. Oğlu da çıxıb gedib xaricdədir. Başa düşdü? Yəni onlarlıqdır. Torpaq onlarındır. Yəni biləsən, bir daha deyirəm. Belə bir absurd, gülməli, dramatik vəziyyət yaranıb. Bir tərəfdən Azərbaycan insanları, eləcə də Qərbi Azərbaycanlılar ermənilərin onlara zülm çəkməsindən, dədə-baba torpaqlarından qovmasından, torpaqlarını mənimsəyib öz şəxsi maraqları üçün istifadə etməsindən danışır. O biri tərəfdə isə Azərbaycanlılar, Qərbi Azərbaycanlılar dövlətin onlara ayırdığı torpağa çata bilmir. Onların Azərbaycanın içində haqqı olan torpaq bir ailə tərəfindən zəbt olunub, mənimsənilib və bütün hüquq mühafizə orqanları, dövlət aparatı bu məsələyə laqeyd qalır. İndi soruşa bilərsiniz ki, bəs o torpaqlar necə olub? Torpaqların böyük bir hissəsini onlar satıblar. Yerdə qalan təxminən 200 hektardan çox hissəsində isə müxtəlif meyvə ağacları əkiblər, bağ salıblar və bu yolla Azərbaycan iqtisadiyyatına Əliyevlər ailəsi uğurladıqları, mənimsədikləri torpaqlarda yetişdirdiyi meyvələrlə töhfə veriblər. Mən bu mövzunu diqqətdə saxlayıram və buradan o Qərbi Azərbaycan icması yaradıblar, gündə tədbir keçirilir. O icmaya müraciət edirəm ki, o bəyanatlar, o Ermənistan əleyhinə verdiyiniz qətnamələr hamısı gözəl, dəstəkləyirik, amma bu nüvədlilərin məsələsinə də bir münasibət bildirin. Mətbuata çıxartmasanız da maraqlanın ki, ermənilər öz yerində, onlar düşməndir elan elədik. Bəs bu Azərbaycanın içərisində Qərbi Azərbaycan icmasının başına gətirilən hoqqalar nə məsələdir? Kim cavab verməlidir bunlara? Niyə araşdırılmır? Və nüvədlilərə də buradan müraciət edirəm. Sizin gizliliyinizə tam zəmanət verirəm. Bu işlə bağlı bildiyiniz nə kimi faktlar var? Göndərin mənə, mən çalışacağam onları araşdırıb ictimailəşdirib.